Xameneyinin müşaviri Azərbaycanı hədələdi. İranın ali dini liderinin müşaviri Əli Şamxani Əl-Mayadin telekanalına verdiyi geniş müsahibədə Azərbaycanı təhdid edib. Axar Az xəbər verir ki, ABŞ-ın İrana mümkün hücumu barədə danışan Şamxani, müxbirin İranın Körfəz bölgəsində və ya Azərbaycan da daxil olmaqla regiondakı bütün ABŞ bazalarına zərbə endirilib-endirilməyəcəyi ilə bağlı suallarına belə cavab verib. Əvvəlki müharibə zamanı İranın qeyd olunan bəzi ərazilərdən təhdid edildiyini göstərən dəqiq məlumatlara malik idik. Artıq səbirli olmaq lazım deyil. Bölgədəki bəzi tərəflərə təmkin göstərməyəcəyimizi bildirdik və digərlərini sənədləşdirilmiş şəkildə məlumatlandırmaq niyyətindəyik. Qeyd edək ki, nəinki ABŞ-ın, ümumiyyətlə heç bir ölkənin Azərbaycanda hərbi bazası yoxdur. Bunu Azərbaycanın qonşusu olan İranın yüksək səviyyəli rəsmisi Əli Şamxani də yaxşı bilir. Lakin nədənsə İran rəsmiləri hər dəfə başqa bir xarici dövlətin təcavüzü ilə üzləşdikdə Azərbaycanı hədələməyi özlərinə borc bilirlər. Sətir 6 kanalını izləməkdə qalın.